Aygün Kazımova, Dəyirman, Elşad Xosey, Qafiyə Mafiyə 2005, Mavi Xoruz ili. Yol verin Dəyirmana, onlar tek değil. Ellerinde mikrofon, gül çiçek değil. Bura Azerbaycandır, Amsterdam değil. Çıktığınız şey nedir? Hamam değil. Qafiyə Mafiyə, tikib rap müdafiə. Göster parmaq ilə səhnədə olan maviyə. Mavi ışıq kör olub gözümüz, mavi səhnələr rolada özümüz. Üzdə kişi, arxadan qadın, üzümüzə baxıb kişilikdə deməyin. Pasiv şəklində aktiv müxəmmilər, mavi ekranlar mavi göstərər. Hər gün eyni sifətlər, səhnədə şübhə yaradan ərlər. Mavi xoruz ili lap yerinə düşüb, bu il sizin ilinizi bizlərə buyurub. Pozğun ədəbsiz küçülər, fahişələr də sizə qatdılar. Yerini səhnə deyil, Tbilis prospektidir. Fırlatdığın kim bıçaq kimi itidir. Qafiyələrin nunçaq kimi, fırladıram onları Bruce Lee kimi. Hədəfə dəyən güllə kimi, parça edir qumbara kimi. Kişi bədənində tük olar, qalar, qırxsalar. Belə bədənlə hərbi mahnılar oxumazlar. Uzadığınız dırnağınız, hətta ona dəymək çatmır eliniz. Sizə təzə çıxım qoşdum, fırlatdım ilin mavi mikrofonu, burada bir attım. Bu anı çox gözləmişəm nəhayət. Ürəyim boşaldı, azaldı nifrət. Kim özünə götürür, özünə görədir. Yedin, yemədin, mavi xiyardır. Mavi mavi masmavi, bu bir boncuk mavi. Bir gördüm aşık oldum, bu gelen kimin yarim? Mavi mavi masmavi, bu bir boncuk mavi. Bir gördüm aşık oldum, bu gelen kimin yarim? Silahımız, mikrofonumuz, rap yolumuz, uzundu el golumuz. Bizim rolumuz, sol